İctimai nəqliyyatda olan xətalar haqqında danışacağım. Videolar uzun çəkə bilər. İndi də üzr istəyirəm. Baxın, minirsiniz metroya, avtobusa və yaxud da maşına, taksiyə fərq eləmir. İctimai nəqliyyata minirsiniz və avtobusda və yaxud da metroda bir hadisə baş verir. Adi bir hadisədir. Heç bir hadisə olmayıb. Sadəcə adi bir kimləsə söhbəti düşür. Onu çəkib paylaşırsınız sosial şəbəkədə, eləyirsiz gündəm. Kimin nəyinə lazımdır bu? Kimin marağına cəlb eləyir bunu? Və görürsən ki, bəzi insanlar durub kommentariya bildirirlər. Bu videonu belə deyək, keşfətə salırlar. Bu videonu nə bilim trend eləyirlər. Və yaxud da ondan da əlavə. Məsələn, avtobusda bir sürücü, misal olaraq deyirəm, sərnişinlə kobud davranır və yaxud da düz davranmır, yaxşı bir iş görmür, başa düşürəm. Amma bunu çəkib paylaşırsınız, sabah bunun ictimai nəqliyyat olur və bu sabah bu insanı işdən çıxardırlar. Yaxşı, sizin bir üzr istəyirəm, tırkavıza görə, işvərənliyinizə görə bu adamı işdən çıxardırlar. Və bunun adam fikirləşmirsiniz ki, ailəsində bir dənə tək işləyən budur. Elə insan var ki, bir dənə uşaq saxlayır, elə insan var, 2 dənə uşaq saxlayır, elə insan var, 3 dənə uşaq saxlayır. Bunun çörək pulusu var, qaz pulusu var, elə insan var, kirayələrdə qalır, elə insan var, vəziyyəti yaxşı deyil. Siz bunu eləməklə bir insanın çörəyinə bahis olursunuz. Nədir axı bu məsələ? Sizin probleminiz nədir? Hər şey, hər metroda, hər avtobusda, hər taksidə gərək olan şey çəkib paylaşasınız. İnsanlar işdən qovasınız. O getdi, ona pisi gələcək. Yəni, nədir yaxı bu? Mən anlaya bilmirəm. Nə eləmək istəyirsiniz? Fikriniz nədir? Niyə insanları rahat yaşamağa qoymursunuz? Qardaş, eləyib, çəkib paylaşma. Keç günahımdan. Allah sən üçün keçəcək. Amma sən bunu belə deyək, çəkib paylaşmaqla heç nə qazanmayacaqsan. Əksinə bunu işdən çıxartdıracaqsan. Bunu işdən qovduracaqsan. Bir bəlanın, bir ailənin ahunu ailəsini götürəcəksin üstünə. Elə təsəvvür edirsən ki, bu insanın ailəsi var. Yaxşı, sən bunu işdən çıxartdın, bu nə cürə çörək pul qazanacaq? Bu nə cürə ruzi qazanacaq? Bu nə cürə ailə saxlayacaq? Bunun, yəni, sosial şəbəkədə hamı tanıyır da bunu da, bu kimdir, nəçidir? Niyə belə eləyirsiniz? Mən başa düşə bilmirəm. Axı, nədir sizin problemimiz? Hər şey çəkib sosial şəbəkədə paylaşırsınız. Hər kəsi rahat qınayırsınız. Falan kəs düzələmədi, falan kəs yaxşı elə. İndi əsəbidir də, insandır da. Sən təsəvvür elə, gündə məsələn üçün 100 nəfər, 200 nəfər, 500 nəfər adamla rastlaşanda sənin də nervin pozular da. Hamı durub haqqın tələb edir. Hamı durub deyir ki, belədir, haqqı belədir, haqqı. Amma heç kəs qaz pulundan danışmır. Ərzaqın qiymətindən danışmır, maaşın çox olmasından danışmır, işsizliyi haqqında danışmır, dolaşıq haqqında danışmır. Niyə də? Əgər haqqı tələb edirsə, bunlar haqqında da danışın da. Bunlar haqqında da deyin. Deyin ki, mən dolanı bilmirəm, mənim vəziyyətim çətindir, yaşaya bilmirəm, çətindir, əziyyət çəkirəm. Çıx danış da, belə haqqı tələb eləyən oğlansa, belə haqqı tələb eləyən qızsan. Vallahi olmur, Allah'ın da olsun deyirəm. Bir ailəni çörəksiz qoyursunuz, bir ailəni ruzisiz qoyursunuz. Yəni, Allah belə insanları hidayət eləsin. Sadəcə olaraq ayıb olsun.